Hər vaxtınız xeyir. Real sizə Tofiq Bəhramov adına Respublika stadionundan xəbər verir. Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində 6-cı tur maçına çıxacaq. Bəli, komandamız sabah evdə mərkəzi arenada doğma azarkeşlər qarşısında Niderlandın Ajax komandasını qəbul edəcək. Bu Qarabağa tanış rəqibdir. Fondan da gördüyünüz kimi köhnə oyun öncəsi açıq məşqə çıxıblar. Bəli, operatorumuz həmin kadrları sizə göstərsin və bundan bir neçə dəqiqə əvvəl hər iki komandanın mətbuat konfransı reallaşıb. Qurban Qurbanov mətbuat konfransında bildirdi ki, onların hazırlaşmağa kifayət qədər, yəni arzu olunan qədər vaxtları olmayıb. Rəqib barədə danışarkən o bildirdi ki, çoxlu rotasiyalar edən komandaya qarşı oynayırıq. Onlar xal qazanmaq istəyəcəklər. Bu oyuna var gücləri ilə hazırlaşıblar və yaradıcı olmağa çalışacaqlar. İstəyimiz odur ki, azarkeşlərimizi sevindirək. Bəli, Mateus Silva da mətbuat konferansındaydı. O da öz növbəsində oyunda azarkeşləri sevindirmək istədiklərini bildirdi və komanda olaraq bütün komanda yoldaşları ilə qələbə qazanmaq, evdə 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. Rəqib komandanın baş məşqçisi Fred Wimsə mətbuat konferansında bildirdi ki, Qarabağ onlar üçün kifayət qədər ciddi rəqibdə. Hazırda Ajax'ın xalı yoxdur və onlar bu 0 xaldan qurtulmaq istəyirlər. Bunun üçün bu oyunda əllərindən gələni edəcəklər. Qarabağ yaxşı analiz ediblər və Qarabağın hücumda çox sürətli olduğunu vurğuladı rəqib baş məşqçi. Məhz bunlara görə də planlarımız var deyə qeyd etdi Fred Grim. Bəli, mərkəzi arenada Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun sabah saat 21:45-də başlayacaq. Qarşılaşmaya azarkeş marağı böyükdür. Çempionlar Liqasında Qarabağın bütün ev oyunlarında olduğu kimi bu qarşılaşmaya da biletlərin böyük hissəsi satılıb. 27 mindən çox biletin satıldığı bildirilir klubun son məlumatına görə. Yəqin ki, sabah maç başlamasına bir neçə saat qalmış. Biletlərin tükəndiyi xəbərini də alacağıq. Bizdən səhələlik bu qədər. Realda qalın.